Salam dostlar, deməli bugün nə var? Bugün Hilal Alizadənin videolarına reaksiya göstərəcəyik. İşte başlayaq. Murat, gələm, tələsdirmə qardaşımsan. Maşın vurdum sənin üstündə. Şimdi vurdu bunun nömrəsinə bax. Yan baxım. 10 ay. Burada ay elədim, siz niyə görə? AA dövlət maşınlarıdır. Ona görə dövlət maşını vurdunsa 100% deyilsə biri. Əziz dostlar, hər birinizi salamlayırıq və bugün studiyamızın qonağı Hilal Əlizadədir. Salamlar. Çox sağ olun dəvətiniz üçün. Verilişimiz Xiaomi 17 Tab modelinin sponsorluğu ilə davam edir və siz Leica 5X Zoom ilə bax belə şəkillər əldə edə bilərsiniz. İndi isə qayıdaq qonağımıza. Hilal bəy multimilyarder, Forbes jurnalının 5-ci pilləsində qərarlaşan, Dubayda bir neçə otelin sahibi olub, lakin indi müflis olmuş bir biznesmendir. Bəli. Lakin bunu da qeyd edim ki, Hilal bəy bu yaxınlarda 100 milyon dollar investisiya almış və onu da müvəffəqiyyətlə batırmış bir insandır. Yenə də təəssüflər olsun ki, alındıra bilmədim. Mən bu yaxınlarda Hilal bəyin şəxsi həyatı ilə maraqlanıb, çox sözlər istəyirəm və öyrəndim ki, Hilal bəyin hobbisi aşpazlıqdır və o çox dadlı xaş pişirir. Orada əmin gülməbisiz niyə görə idi? Orada əmi xaş xoş deyir, yəqin 100% elədim. Xaş xoş deyir, ona görə gülür, hə. Ay, kim ayrılıb səndən? Sən ondan ayrılmısan, o səndən yox. İtirən oldu, nə getdi ondan getdi. Özü bilər, rədd olsun getsin. Mən səni sevirəm, başa düşürsən? Mən səni sevirəm, get, yi, iç, kef elə, yaşa xoşbəxt. Ay, kim ayrılıb səndən? Sən ondan ayrılıb. Həqiqətən analar belədir. Məsələn, deyirsən ki, məsələn, ayrılmışam, nə olmuşam. O da deyir ki, kef elə qınanı, deyir, neyin sən deyir, sənə qız yoxdur, zat. Deyib, belə eləysən, deyir, dalcan 50 dənəsi düşür. Həqiqətən də belədir. Allah bütün anaların canını sağ eləsin. Alo, gəlirsən? Padruqana gəlmək istəyir. Gəlsin. 120 kilodur. Gəlsin. Bir qolu yoxdur. Problem yoxdur. Əqli qüsurludur. Olar. Xırdalanda qalır. Orada belə elədi. O mənasını bildizdə. Amma qız da ayrıldı məndən. Elə düz eləyib ayrılıb. Sən o yazığı heç olmasa bir dəfə gül almısan. İnanmarsan Murat, hər dəfə gül almaq istəyəndə nəsə problem çıxırdı. Salam əleykum qardaş. Gül gətirdiniz. Qardaş, hər gün gəlib soruşursan, biz gül satmırıq axı. Ancaq pivə, zapska belə şeylər satırıq. 6 litr pivə verdi onunla. 6 litr pivə verdi onda. 6 litrə bax, 6 litrin ağaracaq ha. Bilmirəm də, yəni hələ belə mizatsındır, videosundur. Salam əleykum. Salam, xoş gəlmisiniz. Sizə necə kömək eləyə bilərəm? Qardaş, mənim dostum çox patriot adamdır. 2 dənə sual olacaq sənə. Buyurun. Birincisi patriot yox, vətənpərvər. İkincisi isə buradakı toyuq qanadları və souslar yerli istehsal və halaldır. Təbii ki, bəy, bizdə yerli və təzə toyuqlardan istifadə olunur. Həmçinin Popeyes'in bütün məhsullara halal sertifikatı var. Buyursun masaya. Buyurun, nuş olsun. Güman edirəm bu salfetlər də yerli istehsaldır. Çox üzr istəyirəm, müəllim. Onun nə fərqi var ki? Ağzınızı yaxalayın. İnsanın yediyi hər bir şey onun yerli məhsulu olmalı və vətənpərvərlik enerjisini bərpa etməlidir. Mən bəyəm təlx etməyəm sizdən elə belə danışıram. Mən sizə bir həm yerli kimi hörmət etdim, amma siz bu hörməti puç elədiniz. Ağır olsun sizə. Bəs bu qardaş qaçda hesabı kim verəcək? Ümumiyyətlə, vətənpərvərlik heç elə... Posterini al verər sizə zəhmət olmaz. Ümumiyyətlə, vətənpərvərlik hissi... Aralı kinoydayasın. 20 yanvara 2 manatdan. Çıxırsan. Ya bura inirsən bizi. Aynen, amma mən həmişə xaricdə belə özümü rahat aparmaq istəmişəm. Özü kim niyə burada məni tanıyır? Ay mədəniyyətsiz. Utanmırsan sən bizim adımızı batırırsan. Yabır eləyirsən bizi xaricdə. Sizin kimlərə görə də bizimkilərin adı çıxıb. Niyə özümü apara bilim say eşşey. Qardaş, nə bilim, Sən Allah qızı basmayı hey verə. Ay qardaş, niyə təhqir edirsən? Sevinir də. Özdə səndən 2 dəfə yekə deyə, bir dəfə qoyar partlayarsan. Düz demirəm? Özdə sənə əgər cavab qaytarmırsa, o demək deyil ki, səndən qorxur. Sadəcə mədəniyyəti icazə vermir. Düz demirəm? Özdə çox güclüdür ya. Bir dəfə qaynanamın yanında üstümə qışqırdı.
Stolun üstünə bir dənə vurdu, stol qırıq-qırıq oldu. Düz demirəm? Ha. Bir dəfə də telefonda xəyanətini tutdum. Necə əsəbləşdisə, vurdu qonşu firəngizin divarını deşdi. Düz demirəm? Ha. Deməli bu əclaf sizin kimi gözəl xanıma xəyanət edib, hə? Fu! Bir dəqiqə dayanın. Bezdim mən. Bu adamın istədiyi hər şey eləyirəm. Mən xəbərim var. Aviasel sazdan bilet alıram, otel bron eləyirəm. Bir dəfə çox sol deyib mənə. Yox. Hələ o firəngizin evi, evindəki meyvələ kimi dəyişdim mən. Mən eləməli idim bunu. Xanım ar olsun sizə. Bu cür ideal əri siz bəyənmirsiniz. Mən sizin yanınızda bir dəqiqə belə dayanam mənəm. Rədd olub gedirəm mən. Ay Gədər. Bəli xanım. A, sən o qonşu firəngizin yoldaşı deyilsən, güya 20 ildir setdəsən. Düz demirəm? Hə. Bunun axırda hə eləməyi o Hilalın götürüb bax. Görürsüz ki, bunun eşşəqlidir. Hilal, bizim qapının qabağındakı o maşın kimin? Günayına tez gəlmisən. İkinci Pufik, Netflix. Evdə kimsə var, sən mənə xəyanət edirsən? Yox da Netflix'dir də. Hesablar azdan almışam. Öz üstündə Prime Video'da hədiyyə ediblər. Sən sürpriz eləmək istəyirdin də əzizim. Hayda, sən canım bağışla deyirəm axı. Mənim yoldaşım belə şey eləməz. Bu nədir? Üstündə tük var. Görmürsən ağır əydədir. Yəqin dükanda yapışıldı üstümə. Həm də yaşlı bir qadınla sənə xəyanət eləyəsi deyirəm ki. Nəfs oldu. Hüseyin Ali be. Hoppa. Heri. Hoppa. Show them girl, yeah, boom, boom, bow, bow, boom, 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 bow, 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 boom, boom, bow, 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 boom, boom, Bu birinci video. Məsələn, bu qadınlar arasında olur. Məsələn, qeybət anlayışı. Məsələn, neyinsən bu? Başqasının özəlin neyinsən? Məsələn, biri gəlib deyir ki, ay qız filan kəsi gördüyün filan kəslə evlənə bilməyib. Bu sən neyinə lazım? Aslında burada sağollaşaq. Dostlar, videomuz buraya qədər idi. TikTok hesabımı da bu hissəyə buraxacağam. Aşağı hissəyə də buraxacağam. Yəni, kanala abunə olmağı unutmayın. Gələn səfərki video kimi, məsələn, kimə tepki olsun. Məsələn, bu video Hilal Alizadə idi. Gələn səfərki video hansı şeylərə tepki olsun. Məsələn, hansı qızlara. Məsələn, qız deməyək də, məsələn, belə şeylərə, blogerlərə. Dostlar, sağ olun, özünüzə müvafiq.